Salamlar. Sizləri dərsimizdə xoş gördük. Mən Anar Hasanov. Bugün sizlərə DİM test toplusunun 2023-cü il nəşrindəki ikinci hissə test toplusunun isbat məsələlərinin 23-cü sualının isbatına baxacağıq. Maraqlı sualdır, amma asan sualdır. Fikrimcə hər bir diqqətli şagird bunu özü isbat edə bilər. Biz bilirik ki, romda diagonal tənböləndir. Çünki rombun bütün tərəfləri bərabər olan paralleloqramdır. Ona görə də diagonal nə olur? Tənbölən olur. Yəni biz bunlara nə deyəcəyik? Alfa və alfa deyəcəyik. Sonra deyir ki, CAD ilə YDS eyni imiş. Yəni burada alfa imiş. Onda bu üç bucaqdan bir xarici bucaq qonşu olmayan iki daxili bucağın cəmi olduğuna görə onda bu bucaqda nə qədər olacaq? 2 alfa olacaq. Sonra da perpendikulyarlıq şərtindən buranın 90 dərəcə olduğu görünür. Onda düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcə olduğuna görə alfa ilə 2 alfa 3 alfa edir. O 90-dan alfa 30 dərəcə olur. Deməli, gətirib burada alfanın yerinə 30 dərəcə yazsam, onda burada 30 idi. Burada 30 idi. Burada nə oldu? 60. Bu üç bucaq da sizə tanış olan üç bucaqdır. 30-un qarşısındakı katet, 30 dərəcə bucaq qarşısındakı katet, hipotenuzu nə idi? Yarısı idi. Yəni, bura A olsa, A deməyək, öyrəşməyibsə, bir N desək, onda baxın, bura nə olur? 2N olur. Yaxşı, burada A-nin Y-yə bölməyini istəyirdi. Biz burada balaca bir DYS üç bucağı var. Orada görürsünüz ki, oturacağı bitişik bucaqlar eynidir. Deməli, o bərabər yanlıdır. Yəni, YS ilə YD nədir? Eynidir. Deməli, biz burada nə deyəcəyik? N deyəcəyik. Deməli, onların nisbəti nə olacaq? 2 olacaq. Növbəti sual izahında görüşərik. Hər birinizə uğurlar.